gözünüze sahip çıxın. Qardaş, gözünə sahip çıx. Avtobusa mindin, metroya mindin, yola çıxdın, telefonunu işlətdin, naməhrəm qadınlara baxma. Sənə aid olmayan qadınlara baxma. Bəziləri arvadı var, uşağı var, yenə gözünü çəkə bilmir. Harada qadın gördü, baxır. Hətta 150 ilə maşın sürsə belə yenə qadına baxır yolda. Sən razı olarsan, sənin zövcən də başqa kişilərə baxsın. Xeyr. Necə ki bir kişi əgər şor göz olarsa, naməhrəm qadınlara baxanda etkilənirsə, eləcə də bir qadın naməhrəm kişilərə baxanda etkilənir. Bir qadının işi bazardan bazar, dükandan dükan, kişilərin içinə çıxmaqdan çəkinmərsə, təsəvvür eləyin nə qədər kişilər görəcək, ilk gözündən düşən də sən olacaqsın. Bəzi kişilər var, eşdə qadınlara centilmencə davranır. Yəni qadınlar bir balaca hərəkət eləsin, sağ ol, təşəkkür edirəm, Allah səndən razı olsun falan filan. Haqq eləyən biri varsa ki, sən hörmət eləyəsən, o da həyat yoldaşındır. O da sənin qızındır, o da sənin anandır, o da sənin bacındır. Qutardı getdi. Sənə aid olmayan, sənin üzərində hörmət olmayan, zəhmət olmayan, əmək olmayan, sən niyə ona centilmencə davranıb başqalarına pis davranmalısan ki? Xülasə olaraq qardaşlar, əgər bir kişi şor göz olarsa, başqa qadınlara baxıb zevq alarsa, onun ilk gözündən düşən onun arvadı olar. Bir qadın şor göz olarsa, başqa kişilərə baxmaqdan zevq alarsa, ilk gözündən düşən onun əri olar.